Müştəridən 5 manat qazanacaqdım, amma bircə dəqiqəyə görə heç mənzil başına çatmamış 100 manat cərimə gəldi. Bunu müştəri götürərkən cərimələnən taksi sürücüsü Turabxan Sərxanov deyir. Mən yolun ortasında durub götürə bilmərəm ki, müştəri qıraqda durub kənarda. İndi bilmədən dayanacağa yaxın durubdur da. Ən azı 15 metrədə yaxın olmamalıdır. Mən də müştəriyə necə deyim ki, ay qızım, ay oğlum, ay qardaş, ay bacı, orada durub biraz qabağa ya geri gəlin. Vallahi neçə dəfə getmişəm vicdanıma baxıb, həmin sifarişi ləğv də eləyiblər, hətta təsəvvür eləyim, mən ona görə məcbur olub oradan götürmüşəm, onlar da mənə cərimə yazıblar. Vallahi bilmirəm, indi mən cəriməni necə ödəyim, mən hansı qazancla ödəyim. Digər inkişaf edilmiş ölkələrə, paytaxtlara nəzərən bizdə daha çoxdur taksi sayı, amma yenə də bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələrinin işini optimallaşdırmaq üçün onları müəyyən yerlərə girməyə şərait yaratmaq mümkündür. Avtobus zolaqlarında, digər dayanma, durma qadağan olunmuş yerlərdə onların dayanmasına, sərnişin götürüb və sərnişin endirməsinə icazə verilməsinə məncə yerinə düşərdi. Çünki taksidən istifadə edən sərnişin də, ictimai nəqliyyatdan istifadə edən sərnişin də eyni insandır. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə Xəzər xəbərə bildirildi ki, bununla bağlı hər hansı layihə olarsa ictimaiyyətə təqdim ediləcək.